Əməkdaşımız İlkin bizim vətən müharibəsi ərəfəsində şəhidlərimizin xatirəsi hər zaman yad edilir, bilirsiniz. Onunla bağlı İlkana bağlanaq. İlkin hazırda bizi görək hardan salamlayır və şəhidlərimizin olduğu yerdə səhv eləmirəmsə ziyarətə gələnlərlə həmsöhbət olacaq. İlkin, bir daha salam, hər vaxtın xeyir olsun. Əlavə şərh vermədən birbaşa sözü sən ötürürsən. Bir daha hər vaxtın xeyir olsun Rahil, tamaşaçılarımızı da salamlayırıq. Bəli, hazırda biz memorial məzarlıqdayıq. Qeyd edək ki, sabah hərbi parad, 8 noyabr hərbi parad günüdür. Qələbənin hərbi parad günüdür və bu münasibətlə biz hökumət evinin qarşısında bundan az əvvəl canlı yayım etmişdik. Hazırda da memorial məzarlıqdayıq. Qeyd edək ki, artıq səhər saatlarının olmasına baxmayaraq bir çox şirkət, bir çox dövlət qurumları, eyni zamanda məktəblər də artıq gəlir. Elə hazırda da Kəlbəcər 56 saylı orta məktəb şagird və müəllimləri, eyni zamanda rəhbər heyəti ilə buradadır. Elə onlardan birindən mən uşaqlardan birini danışdıracağım, daha sonra keçəcəm direktor və müəlliməyə. Salam, adın nədir? Şahidə. Şahidə, sən bizə şeir demək istəyirsən. Buyur. Qürurluydu bu Qarabağ səfəri, bu torpağın hər oğlu, hər nəfəri, qanımızla qazanmışıq zəfəri, bu zəfərin mübarəkdir ey vətən. Uşağımızda dağlar başı dumanlı, daha bir də kimsə olmaz yumanlı. Qazi, rəşadətli, şəhidin şanlı, bu zəfəri mübarəkdir ey vətən. Çox sağ ol. Bəli, Rahil, qeyd etdiyim kimi hazırda mən müəlliməyə yaxınlaşacağım. Daha sonra direktorda danışdıracağım. Hər vaxtınız xeyirli olsun, özünüz təqdim edin. Ayda Kərimova, sinif müəlliməsi. Məhəmməd Peyğəmbər demişdir, əgər bir ölkədə zəlzələ olarsa, o ölkə xərabə olmaz. O ölkə xərabədir ki, onun dövlət başçısı savadsızdır. Ölkəmizi dünyada xarici siyasəti ilə tanıdan bizim ölkə başçımız var. Daxili siyasəti ilə xalqımızı öz ətrafına toplayıb, dəmir yumruğu ətrafına toplayıb, tarixin iki xalq arasında gedən müharibəyə son qoyan, Azərbaycan xalqını, Azərbaycan dövlətini dünyada qalib ölkə kimi tanıdan bizim prezidentimiz var. Qələbə heç vaxt qurbansız olmur. Bu qələbəni bizə yaşadan, qanında, canında müharibənin ağır acılarını gəzdirən qazilərimiz var. Allah onlara can sağlığı versin. Öz ömrünü vətən yolunda şəhid verən bizim şəhidlərimiz var. Allah onların ruhunu şad eləsin. Onların ruhu şaddır. Çünki onlar qalib ölkənin, qalib vətəndaşlarıdır. Qalib şəhidləridir. Ölüm sevinməsin qoy, ömrünü vermir bada. El qədrini canından daha əziz bilənlər. Şirin bir xatirə tək qalacaqdır dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. Siz təqdim edin. Əhmədovaydı. Bugün biz şəhidlər xiyabanını ziyarətə gəlmişik. O şəhidləri ki, qanı bahasına, canı bahasına torpaqlarımızı erməni işğalından azad etmiş şəhidlərimizə, biz qazilərimizə həmişə borcluyuq. O qazilərimizə ki, bədəninin bir hissəsini, gözünü itirən qazilərimizə, biz şəhid analarına qarşısında baş əyirik, şəhid analarının qarşısında diz çökürük. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bizim ordumuz var. Bizim ordumuz, ona görə bizim cənab prezidentin arxasında xalqımız, ordumuz dayanmışdı. Ona görə dəmir yumruğunu çırpıb, bizim ordunun köməyi ilə, qazilərimizin köməyi ilə, şəhidlərimizin hesabına bizim torpaqlarımız işğaldan azad oldu. İndi bütün işğal altında olmuş torpaqlarımızda, eləcə də respublikamızda zəfər bayramları keçirir. Bu zəfər bayramını bizə yaşadan qazilərə, şəhidlərimizə, cənab prezidentimizə borcluyuq. Allah cənab prezidentimizin canını sağ eləsin. Bir daha şəhidlərimizə rəhmət, qazilərimizə mən can sağlığı arzulayıram. Rahil, mən operatordan da xahiş edəcəm ki, görüntüləri təqdim etsin. Az əvvəl canlı yayın başlayanda da qeyd etmişdim ki, səhər saatların olmasına baxmayaraq artıq bir çox dövlət qurumları, korporativ şirkətlər artıq öz, belə deyək də, şəhidlərimizi yad etmək üçün öz növbələrini gözləyirlər ki, digər ziyarətə gələnlər ərazini tərk etdikdən sonra həmən şəxslər də ziyarətə başlasınlar. Rahil, hal-hazırda məndən bu qədər, sözü yenidən sən ötürürəm. Təşəkkürlər.